Əvvəlki illərlə müqayisədə xanım sürücülərin sayında artım var. Müşahidələr göstərir ki, onların bu sahədə özlərinə inamı kifayət qədərli yüksəkdir. Amma zərif cinsin nümayəndələri bəzən müəyyən məqamlarda çətinliklə qarşılaşır və nə edəcəklərini bilmirlər. Xüsusilə söhbət avtomobildə yaranan texniki nasazlıqdan gedirsə. Deyilənə görə xanımlar avtomobili kişilərə nisbətən daha səliqəli idarə edirlər. Bəs avtomobildə hər hansı nasazlıq yaranarsa, yaxud elə vaxtı-vaxtında texniki müayinədən keçmək baxımından xanımların nə dərəcədə məsuliyyətli olduğunu öyrənmək üçün avtoservis mərkəzlərinə üst tutduq. Təbii ki, xanımların avtomobilə qarşı nə dərəcədə diqqətli olduqlarını ən yaxşı ustalar bilər. Onlardan biri də İmran ustadır. O, 8 ildir ki, avtomobil servisi mərkəzində mühərrik ustası və çilingər kimi çalışır. Deyir ki, xanımlar kişilərə nisbətən daha məsuliyyətlidirlər. Servisə vaxtı-vaxtında müraciət edirlər. Amma usta xanımların avtomobillə fərdi şəkildə qulluq edə biləcəklərinə inanmır. İnana bilmərəm ki, özü təmirli, yəni kiminsə vasitəsilə eləyə bilər. Yəni belə özü yox. Elə güclü anlayış olmur da xanımda, yəni maşına qarşı. Qış aylarında bütün maşın, avtomobilin rezin hissələr deyə sıradan tez çıxmaq üçün ona görə tez-tez bəli olur. Ən çox hansı problemlərlə bağlı müraciət edirlər? Maşın belə deyil, ən çox belə rezin stabilizator, indi bizim dildə necədir bilmirəm, yəni stabilizator deyilən rezinlər var, onlar sıradan tez çıxır. Elektrik diaqnostika ilə məşğul olan Ceyhun usta isə bildirib ki, xanımlara hər hansı məsələni izah etmək çətinlik törətsə də, buna müəyyən dərəcədə olsa da nail olurlar. O da xanımların avtomobilə qulluğundan razıdır. Xanımlara maşın haqqında nəyisə izah eləmək çətindir, məsələn, elə də anlayış olmur, amma yəni, normalda yəni, formenin köməkliyindən başa salılır. Yaxşıdır. Səliqəli baxırlar. Digər avtoservis mərkəzində çalışan Murad usta isə xanımların avtomobilə qulluğundan o qədər də razı deyil. O qeyd edib ki, zərif cinsin nümayəndələri hətta ən xırda məsələ üçün belə ustaya müraciət edirlər. Xanımlar texniki dövrü xidmət cədvəli üzrə servisə gəlməyə heç riayət etmirlər. Adətən maşına bildiğim kişilərdən daha pis baxırlar. Həm təmizlik baxımından, həm servis baxımından, qulluq baxımından daha çox kişilər üstünlüyü təşkil edir bu arada. Ən çox şüşəsilərin suyu qurtarır. Məsəl üçün, onlara heç kapoda açıb su tökməyə baxmırlar. Servisə gəlirlər ki, şüşəyə su vuran işləmir. Amma sadəcə suyu qurtarmış olur. Müştərilərlə iş üzrə xidmət meneceri Nicat Rüstəmov isə bildirib ki, paytaxtda peşəkar xanım sürücülərlə nisbətən zəif xanımların sayı eynidir. Əvvəllər lap demək olar ki, maşınlara baxmırdılar, amma son illər bu keyfiyyət əzdən biraz artıb üstünü təşkil edir. Müştəridən müştəriyə fərqi var. Hər bir xanım maşına eyni dərəcədə yanaşmır. Məsəl üçün, bizə bura gələn müştərilərin 50% maşından nisbətən daha yaxşı qulluq eləyir. Amma bəzən elə xanımlar var ki, sadəcə maşını sürüm, işimi aparım. Yəni, maşına bu cür yanaşırlar. Ona görə də onlar bizə yaxınlaşanda maşında müəyyən problemlər çıxır. Bunlar üçün çox şişirdici gəlir. Yəni, siz maşında nə işlər görürsünüz, bunlar nədir? Amma biz onlara yəni yeri gələndə göstəririk, baş salaraq ki, yəni bu sizin sürməyinizdən asılı olan bir şeydir. Bəs görəsən xanımlar özləri bu haqda nə düşünürlər? Avtomobildən sadəcə nəqliyyat vasitəsi kimi istifadə etməklə yanaşı, ona lazımi qulluğu göstərə bilirlərmi? Reyhan xanım 3 ildir ki, avtomobil idarə edir. Deyir ki, zəruri tədbirlərin hər birinə özü şəxsən nəzarət edir. Vaxtı-vaxtında yağ dəyişməsini eləyirik, filtrlərin dəyişməsini eləyirik. Ciddi nəzarət eləyirik yəni maşını. Şəxsən mən məsuliyyətliyəm, mən vaxtı-vaxtında gətirirəm. Yəni, baxış keçirirlər. Nə dəyişmək lazımdır, onu dəyişirlər. Hələ ki, hər şey normaldır. Digər bir xanım sürücü isə hesab edir ki, bir çox amillər avtomobilin köhnə yaxud yeni olmasından asılıdır. Yeni avtomobilin problemi az olur. Üstəlik, servis xidməti zamanı gələndə müştərini texniki baxışa dəvət edir. Yox, əgər avtomobil köhnədirsə, bu sürücünü daha məsuliyyətli olmağa vadar edir. Bir var işlənmiş maşın alasan, biri var təzə maşın alasan. Əgər təzə maşın alanda, maşını salondan götürəndə servis xidməti məlumdur ki, telefon əlaqə nömrələri götürür, mail götürür. Servis xidməti vaxtlı-vaxtında SMS yollayır ya telefonunuza, ya e-mailə ki, maşının filan yerinin yoxlanma vaxtıdır, maşının bəhmən yerinin yoxlanma vaxtıdır və zəng vururlar. Yadana salır, biz SMS yollamışıq, gəlin. Və istər-istəməz müştəri də gedir.
Yəni bu bir qarantiyadır. Bir də var ki, işlənmiş maşın alasan. İşlənmiş maşın alanda biraz məsuliyyət artır. Gərək vaxtında bu maşını göstərəsən, texniki servis xidmətindən keçəsən. Sonda isə kişi və ya xanım olmasından asılı olmayaraq hər kəsə diqqətli və məsuliyyətli olmağı, xüsusilə yolda qalmamaq üçün avtomobilə vaxtında lazımi qulluq göstərməyi tövsiyə edir. Hər kəsə yolunuz açıq olsun deyirik.